Yer kürəsinin sxemdəki vəziyyətinə əsasən Bakı şəhəri üçün aşağıda fikirli hansıların doğru olduğunu müəyyən edin. Sualın əsas vacib hissələrin altına xətt çəkirik ki, biz cavaba daha tez çataq. Sualı anlamaq, cavabın 50% deməkdir, demək olar. Ona görə mütləq sualı anlamalı. Bakı şəhəri və hansı fikirlərdən hansı doğru olduğunu müəyyən edin və yer səthində verilən vəziyyətə əsasən. Deməli, gəlin bu vəziyyətə baxaq. Bu vəziyyətə birinci biz təhlil etməliyik. Bu vəziyyətə baxanda, deməli, gecə, gündüz. Və biz baxırıq ki, burada 66.5-dir və 66.5-də gecədir. Və burada da cənub qütbü yazılıb. Və burada cənub qütbü yazılıbsa, cənubda 66.5-də qütb gecəsidir, bir gün görürsünüz, ondan qütbə doğru getdikcə artırsa, deməli, cənub yarımkürəsində qütb gecəsi nə zaman olur? Cənubda qütb gecəsi. Deməli, bu gecə, bu hissədə gündüz. Və gecədir budur, gündüz bu hissədir. Gecənin uzunluğu qütb gecəsi. Nə zaman çox olur? Yəni, günəş şimalda olur. Günəş şimalda nə zaman olur? 22 iyunda. 22 iyun tarixində. Deməli, 22 iyun tarixində deyən kimi günəşin zenitdə olduğu məntəqə 23,5 şimal endairəsidir. Bunu da tapdıq. Yay gün dönümüdür. Yay gün dönümüdür. Bunu da tapdıq. Cənubda, burada yaydısa cənubda qışdır. Cənub yarımkürəsində. Cənub yarımkürəsində həm də gecənin uzunluğu çoxdur, gündüz uzunluğu qısadır. İndi gəlin baxaq. Nə deyir? Bakı şəhəri üçün deyir. Bakıda şimaldadır. Bakı. Günəş şüaları günorta var 73,5 altında, 73,5 altında düşər. Deməli, günəş verilənləri yazaq. Birinci addım. Bakı verilib. Bakı. 40 dərəcə şimal endairəsi. Verilən məntəqənin coğrafi enliyi. Günəşin zenitdə olduğunu da tapdıq. Günəşin zenitdə olduğu məntəqə bərabərdir 23,5 şimal endairəsi. Yəni, düstura yazaq, hesablayaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın verilən 40 şimal endairəsi. Günəşin zenitdə olduğu 23,5 şimal endairəsi. Bunlar ikisi də şimal olduğu üçün çıxırıq. Bərabər 90 çıxılsın 40-dan 23,5 çıxanda olur 16,5 bərabər 73,5. Bəli, bir doğrudur. Sonra payız fəsli başlayır. Bakıda yaydır. Qış gündüzləri baş verir. Azərbaycanda qış gündüzü yoxdur. 66,5-dən başlayır. 2-dir, 3-dür. Bunlar getdi. Yay fəsli başlayır. Doğrudur. 1-4 doğrudur. B-də getdi. 1-4-5. Günəş zenitdə olur. Heç vaxt olmur. Gündüzlər qısalma, gecələr uzanma. Bəli, bu tarixdən doğru deyir. 11,75 şimal enliyinə günəş şüaları günorta vaxtı enlik budur. Şimal enliyi. Yəni, verilən məntəqənin coğrafi enliyi bərabərdir 11,75 şimal enliyi. Məntəqədə günorta vaxtı günəş şüaları il ərzində 78 bucaq düşür. Günəşin düşmə bucağı bərabərdir 78,25. Bu hal hansı tarixlərdə baş verir? Deməli, yəni, baxaq. Birinci 21 mart, 23 sentyabrlara baxaq. 21 martda günəş ekvatorda olur. 21 və 23 və 21 mart. 23 sentyabr, 21 mart tarixlərinin günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın verilən
məntəqənin coğrafi enliyi. Bu 21 mart 23 sentyabr üçün. O 90 çıxılsın 11,75 və bərabərdir 78,25. Bu doğrudur. Deməli 23 sentyabr 21 mart. Bu doğrudur. İndi gəlin digərinə baxaq. Şimal enliyidir. Bunu mütləq yazmaq lazımdır. İndi gəlin şimal enliyini də yoxlayaq. Yəni günəşin zenitdə olduğu məntəqə 22 iyunda. 22 iyun, yəni 23,5 şimal dairəsi. Buradan tapaq. Düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Bu da yazsaq 90 çıxılsın verilən məntəqə. Deməli Bakıdır. Daha doğrusu Bakı demiş. 11,75'dir şimal dairəsi. Burada da 23,5 şimal dairəsi. Eyni olduğu üçün dərəcə fərqini tapmaq üçün çıxırıq. Bərabərdir 90 çıxılsın 11,75 və bərabərdir 78,25. Deməli cavab 21 mart 23 sentyabr, bir də 22 iyun B variantı. Qrafikdə 23 sentyabr tarixi deməli 23 sentyabr tarixi deyən kimi biz yazırıq. Günəşin zenitdə olduğu məntəqə ekvator. Bu da 0 dərəcə enlik. Yaz gecə gündüz bərabərliyi. Payız gecə gündüz bərabərliyi günəş şüaları bərabər paylanır. Düşmə bucağı da eyni enliklərə eyni düşür. Tarixində 4 müxtəlif məntəqədə günəş şüalarının düşmə bucağı verilmişdir. Aşağıdakı fikrin hansı doğrudur? Deməli 4 dənə məntəqədir. 4 dənə məntəqədir və A günəşin düşmə bucağı 80, günəşin düşmə bucağı. Sonra B 60, günəşin düşmə bucağı. C 40, günəşin düşmə bucağı. D də 20, günəşin düşmə bucağı. İndi yəni deyir, fikirlərə baxaq. Birinci bunların enliklərini tapaq. Və bunların enliklərini tapmaq üçün 21 mart günəşin düşmə bucağı bərabər 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi. Burada biz bir baxaq. A-da 80-dir. Günəşin düşmə bucağı 10 dərəcə. 60-dır. Gətirib yerinə qoysaq 30 dərəcə. 40-dır. 50 dərəcə. 20-də də 70 dərəcə. Deməli, hansı doğrudur? Aha. İndi gəlin enlikləri yazılmayıb burada. Ona görə bilmirik şimal ya cənubdur. Digər məntəqələrin müqayisə A məntəqəsi il ərzində gecə gündüz uzunluğu daha çox olur. Il ərzində gecə gündüz uzunluğu daha çox olur. Digər məntəqələrin müqayisədə A məntəqə il ərzində gecə gündüzün uzunluğu daha çox olur. Ekvatoru daha yaxındır. Bax bu məntəqə. Ekvatoru daha yaxın çünki 10 dərəcədir. Bu 30-dur, 50-dir, 70-dir. Yəni ekvatorun uzaqlaşı. Bu ekvator xəttidir, bu 0-dır. Ondan uzaqlaşma istiqamətidir. Ya şimal ya cənub burada verməyib. Ona görə gecə gündüz arasında gecə gündüz uzunluğu daha çox dəyişmir. Əksinə daha az dəyişir. A məntəqə ekvator xətti üzərindədir. Yanlışdır. Ekvator 12 saatdır. Düşmə bucağı 90-dır həmin tarixdə, daha doğrusu. C məntəqə 40 dərəcə şimal enliyində yerləşir. C məntəqəsi 40-da yox, 50-də yerləşə bilər. Bu da səhvdir. Bu düşmə bucağıdır. Bu enlikdir. D məntəqə qütb gecə gündüzləri müşahidə olunur. D-də. Bəli, ola bilər. 70 dərəcədir. Şimal və cənub. 66,5-dən başlayır. 90-a kimi qütb gündüzləri olur. B məntəqə günəş il ərzində 2 dəfə zenitdə olur. B məntəqəsi 30. 30-da heç ümumiyyətlə zenitdə olmur. D variantı. Qrafiklərdə A, B, C, D məntəqələri üçün il ərzində gündüz uzunluqları verilmişdir. Buna əsasən A, B, C məntəqələri gündüz uzunluqları verilmiş fikirlərin hansılarının doğru olduğunu müəyyən edin.
Deməli, gündüz uzunluqları verilib və doğru olduğunu müəyyən edin. A məntəqəsi. Deməli, gündüz uzunluğu 22 dekabrda daha çoxdur. Bu cənubdadır. B məntəqəsi 22 deməli 22 dekabrda yenə biraz da daha çoxdur gündüz uzunluğu. Yenə cənubdadır. C məntəqəsi 22 dekabrda qütb gecəsidir. Bu olacaq C məntəqəsi 66.5. Nə deyir burada? 22 dekabrda isə günəş cənubdadır. Cənubdadır olanda şimal yarımkürəsində qütb gecəsidir. Sonra burada isə gündüzdən 22 dekabr gündüz uzunluğu daha azdır. Bu olacaq şimal. Şimal yarımkürəsi. A məntəqəsi digər məntəqəyə görə ekvatordan daha uzaqdır. A məntəqəsi. Gündüz uzunluğu 12 saat. Fikir verin. 12 saatdir. 12 saatda daha yaxındır. Biz bilirik ki, ekvatordan 12 saat gecə gündüz. Bundan uzaqlaşanda gecə gündüzün arasındakı fərq, ümumiyyətlə gecə gündüz arasında fərq artır. Bu da A məntəqəsi ekvator 12-dən bir az çox buradadır. Ona görə deməli daha uzaqda yox, daha yaxında yerləşir. 1 getdi. C məntəqəsi cənub qütb tarixi xətti üzərindədir. Bəli, doğrudur. 2 doğrudur. Bu da getdi. Bu da getdi. Qalır 2-3. Baxaq indi. B, C məntəqələri digər məntəqələrə görə bir-birindən daha yaxındır. B, C məntəqələri. B və C. Bu 66 şimaldadır, bu cənubdadır. Yanlışdır. D məntəqəsi şimal yarımkürəsində yerləşir. D məntəqəsi. Bəli, doğrudur. D məntəqəsi şimal yarımkürəsində yerləşir. Bir də baxaq. D. D məntəqəsi. 22 dekabrda gündüz uzunluğu azdır. Bəli, bu da doğrudur. 2-də 4 də doğrudur. Amma burada 2-4 yoxdur. B məntəqəsi deməli 2-3 səhv olduq. Bir dəqiqə üzr istəyirəm. Deməli, bir də baxaq. Xətt 2 doğrudur 100%. 2 doğrudur. 2 doğrudur. B, C məntəqələri bir də baxaq. Deməli, A digər məntəqəyə görə ekvatorun daha uzaqdadır. Bu yanlışdır. Ekvatordan daha uzaqdadır. 12 saatdir. 12 saat. 12 saat ekvatora daha yaxındır. Bir yanlışdır. C məntəqəsi bu 2 doğrudur. B, C məntəqə digər məntəqə bir-birinə daha yaxındır. B, C. B gündüz uzunluğu 22 dekabrda 16 saat. Daha çoxdur. Gündüz uzunluğu cənubdadır. Burada isə gündüz uzunluğu 3. D məntəqəsi şimal yarımkürəsində. Bu da doğrudur. D. 2-4 olacaq. Tez səhvdir. Yəqin ki, variantlar arasında səhvlik var. D şimaldadır. B məntəqəsi A məntəqəsi daha cənubda yerləşir. B məntəqəsi A məntəqəsindən daha cənubda yerləşir. Bəli. Çünki gündüz uzunluğu daha çoxdur. Bu da doğru oldu. Onda cavab 4-5-dir. Bəli. Cavab 4-5-dir. A variantı. 3 dənə variant doğru gəlir. 2, 4, 5. 3 ilə 1 səhvdir. Ona görə cavab 4-5-dir. Eylə Venn diaqramına əsasən uyğunluğu müəyyən tropik, işıqlanma mülayim qütb. İşıqlanma qurşaqlarının sərhədləri tropiklərdən keçir. 23.5 cənub, 23.5 şimal, bu tropik. Sonra 66.5 şimal, 66.5 cənub, bu olur mülayim. Sonra 66.5 90-a kimi olur qütb.
Enlə cənubda da qütb. Yəni, bu olur tropik, mülayim, bu da qütb. Deməli, gecə günəş zenitdə olur. Günəş zenitdə əlbəttə tropikdədir. 1. 1-ə 1. Qütb gecə gündüzləri baş verir. Qütb gecə gündüzü 66.5-dən başlayır, ona görə qütbdür. 2. Fəsillər daha aydın müşahidə olunur. Mülayimdə. Hə, bu 3 dənəli diaqramdır. Fəsillər daha aydın müşahidə olunur. Mülayimdədir 100%. 3. 1-ə 1, 2-yə 3, 3-ə də 2. Azərbaycan Respublikası yerləşir. Azərbaycan Respublikası mülayimdədir. 40 dərəcə burada. 40. Mülayimdədir. 4. 2-yə 4. Deməli, 2-yə 3, 4, 1-ə 1. Sonra Afrika, Avstraliya materikləri yerləşir. Afrika, Avstraliya həm tropik kəsdiyi üçün, həm mülayimdə yerləşir. Deməli, 5, 4-ə 5. Sonra Avropa qitəsi yerləşir. Avropa qitəsi hər ikisində mülayim və qütbdə yerləşir. 6 da bura. 1-ə 1, 2-ə 3, 4, 3-ə 2, 4-ə 5, 5-ə də 6. Y variantı.